Azerbaycan futbolu için Bəli, komandamız sevinir, azarkeşlər sevinir, Azərbaycan xalqı sevinir. Bir daha qeyd edirəm, Azərbaycan futbol tarixində böyük uğurdur. Qarabağın ikinci dəfə Çempionlar Liqasında... Bəli. Komandamızın qələbəsi barədə, yəni ilk qələbədən sonra bu qələbəni gözləyirdinizmi? Bəli, çox asan da oyun keçdi yəni. 2-0 dominant bir qələbə ilə. Atletico Bilbao'nu da udacağıq, Chelsea'ni de udacağıq. Hamısı Liverpool da udacağıq. Qarabağ Azərbaycandır. Bəli, Qarabağın qələbəsi artıq azarkeşlərdə böyük inan, böyük ümid yaradıb. Artıq İngiltərənin Chelsea, Liverpool komandalarına da qalib gələcəyimizi düşünürlər. 2-0. Bura Azerbaycan'da hiçbir takım burada eşitleyebilmez. Karabağ. Bəli. 2-0. Ben istemiştim. Bəs növbəti oyunlar var, Chelsea var, Liverpool var. Nə gözləyirsiniz? Qələbə inşallah. Azerbaycan qələbə. Başta bütün Azərbaycan xalqı bilsin ki, Qarabağın bir nömrəli oyuncusu Nəriman Axundzadədir. Azərbaycanın Messisi Nəriman. Dostum, burada az yaşlı azarkeşlərimiz də var. Nə deyə bilərsən? Qarabağ azarkeşlər yəqin ki. Təbrik edirəm. Qarabağ Azərbaycan. Qarabağ Azərbaycanda. Bəli, burada Türk azarkeşimiz də var, qardaş ölkədən. Birimli iki devlet olarak bu Karabağ'ın zaferi bütün Türklerin zaferidir. Galibiyeti kutlarız hep beraber. Hal-hazırda Çempionlar Liqasında yalnız 4 klub 100% nəticə göstərib. Bunlar Real Madrid, Bayern Münhen, Inter və Qarabağdır. Bu dördlüyün arasında olmaq 100% nəticə göstərmək həqiqətən də qürur vericidir. Təbrik edirəm. Belə deyək də, ilk 2 oyunda 6 xal, maksimum xaldır da. Və növbəti oyunlarda nə gözləyirsiniz və ümumiyyətlə bu 24-lüyə düşə biləcəyikmi, yoxsa 2-8-liyə düşdü? X8-yə təbii ki, çox insanın inamı yoxdur, amma 24-lüyə ən çətin səfər sayılır. Avropada ən çətin səfərlərdən Belfika səfəri. Həmin səfərdən də geri dönüş edib, geri qayıdan Qarabağ niyə də 24-lüyə düşməsin ki? Bəli. Yox. İcazə verin dostlar.